Salam əziz şagirdlər. Biz sizlərlə bugün 6-cı sinifin 8-ci bölməsinə aid test tapşırıqlarına baxacağıq. İstifadə etdiyimiz kitab Güvən Nəşrlərinin 6-cı siniflər üçün olan test kitabıdır. 8-ci bölmənin ilk mövzusu üçbucağın sahəsidir. Bildiyimiz kimi üçbucağın sahəsi onun tərəfini həmin tərəfə çəkilmiş hündürlüyə vurub 2-yə bölməklə tapılır. Düstur olaraq isə biz bunu belə qeyd edirik. 2-də 1 AH. Diqqət etdinizsə, mən tərifdə belə dedim. Tərəf və həmin tərəfə çəkilmiş hündürlük. Məsələn, mən üçbucağın əgər bu tərəfindən istifadə edirəmsə, həmin tərəfə çəkilən hündürlüyə vurub 2-yə bölməliyəm. Yəni ki, mən aşağı tərəfdən istifadə edib onu digər tərəfə çəkilmiş hündürlüyə vura bilmərəm. Hansı tərəfi götürmüşəmsə, həmin tərəfə çəkilən hündürlüyə vurub 2-yə bölməliyik. Birinci tapşırığımızda deyilir ki, ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş üçbucağın sahəsini tapın. Gördüyümüz kimi xanaların hər biri 1 sm-dir. Əgər burada üçbucağın oturacaq hissəsinin uzunluğunu tapsaq, olacaq 1, 2, 3, 4, 5, 5 sm. Bura çəkilən hündürlük isə onun qarşısındakı təpədən həmin tərəfə çəkilməlidir və hündürlük tərəfə perpendikulyar çəkilir. Bunu da qeyd edək. Bunun uzunluğunu isə hesablasaq 1, 2, 3, 4. 4 sm. Gördüyümüz kimi üçbucağın oturacağı 5 sm-dir. Ora çəkilən hündürlük isə 4 sm-dir. Biz bunun sahəsini tapmaq üçün 2-də 1, vuraq 5, vur 4 düsturundan istifadə edəcəyik. Bu da eləyəcək 10. Cavabımız A variantı. İkinci tapşırıqda oxşar tipdə misalda deyir ki, ölçüləri 1 sm olan bərabər hissələrə bölmüş xanaların üzərində çəkilmiş üçbucağın sahəsini tapın. Şərti eynidir. Körbucaqlı üçbucaqda onun bəzi hündürlükləri xaricində yerləşir. Necə? Əgər mən belə bir körbucaqlı üçbucaq çəkmişəmsə, diqqət etsək, dedik ki, bayaq hündürlük qarşı tərəfə perpendikulyar çəkilir, yəni 90 dərəcə əmələ gətirməlidir. Mən əgər bu təpədən qarşı tərəf, hansı ki, qarşı tərəf buradır. Bura hündürlük çəkmək istəsəm, bunu çəkə bilməyəcəm. Çünki nə etsəm də həmin xətt müəyyən bir bucaq altında əyri olaraq düşəcək qarşı tərəfə. 90 dərəcəli bucaq əmələ gətirməyəcək. Bu səbəbdən də qarşı tərəfə çəkiləcək hündürlük üçbucağın daxilində deyil, xaricində yerləşəcək və bu həmin tərəfin uzantısına çəkiləcək. Aşağıdakı tərəfə çəkə bilmədiyimə görə daxildən buradan həmin tərəfi xaric hissədə uzadıram və hündürlük həmin uzatdığım hissəyə çəkirəm və bu da bir növ həmin bu oturacağa çəkilmiş kimi qəbul edilir. Gördüyümüz kimi körbucaqlı üçbucaqda hündürlük xaricdə də, yəni üçbucağın xaricində yerləşə bilər. İndi gəlin bu üçbucağa baxaq. Bunun əgər bu hissəsini oturacaq qəbul etsin, niyə həmin hissəsini götürürəm? Çünki digər tərəflərin, məsələn, buranın ya da buranın uzunluğunu xanalardan istifadə edərək tapa bilməyəcəm. Bu hissənin uzunluğunu tapsaq 1, 2, 3, 4, 4 sm-dir. Və bunun qarşısındakı təpə buradır. Buradan həmin tərəfə, 4 sm-lik tərəfə çəkilən hündürlüyü tapmalıyıq. Həmin hündürlük üçbucağın daxilində yerləşə bilməyəcək, xaricində yerləşəcək. Baxın, bu şəkildə. Buranın uzunluğu da 1, 2, 3, 4, 4 sm olacaq. Bunu kənardan biraz daha aydın çəksək, sanki belə bir üçbucağımız oldu. Bu hissə 4 sm-dir və həmin tərəfə çəkilən hündürlük üçbucağın xaricində yerləşir. Buranın da uzunluğunu 4 sm tapdıq. Tərəf 4 sm, həmin tərəfə çəkilən hündürlük də 4 sm. Sahə bərabərdir. 2-də 1, vuraq 4, vuraq 4. Bu da eləyəcək 8. Cavab C variantı. Üçüncü sualda deyir, üçbucağın tərəflərindən biri 7 sm, bu tərəfə çəkilmiş hündürlük 6-dır. Verilib tərəf və həmin tərəfə çəkilmiş hündürlük verilibsə, vurursuz, bölürsünüz 2, 6 vur 7, 42, 2-də bölsək 21 edəcək. Dördüncü sual, katetləri verilibdir, düzbucaqlı üçbucağın sahəsini tapın. Bunu 5-ci sinifdə də öyrənmişsiniz ki, düzbucaqlı üçbucağın sahəsi onun katetlərini bir-birinə vurub 2-yə bölməklə tapılır. Elə bu da məhz üçbucağın sahəsinin tapılmasından irəli gəlir. Çünki biz bu aşağı hissəni, aşağı kateti tərəf, digər kateti isə həmin tərəfə çəkilən hündürlük qəbul edə bilərik. Çünki katet oturacağa, yəni digər katetə perpendikulyardır. Bizdə də hündürlük kimi qəbul etməyimizə səbəb o deyilmi ki, perpendikulyar olması? Deməli,
Bu da elə üçbucağın sahəsi düsturunu ödəyir. Sahəni tapmaq üçün 2-də 1 vuraq 8 vuraq 11. Bu da edəcək 44 A variantı. 5-ci sualda üçbucağın sahəsi verilibdir. Onun 9 sm olan tərəfinə çəkilmiş hündürlüyü tapın. Deməli, dedik sahə, yəni bu 18 bərabərdir. 2-də 1 vuraq, tərəf, yəni A, tərəfi 9 sm verib, vuraq hündürlük. Həmin tərəfə çəkilən hündürlüyü bilmədiyimə görə H ilə işarə etdim. İndi mən tapmalıyam ki, 2-də 1-i 9-a və hündürlüyə vuranda cavab 18 alınsın. 2-ni bu hissəyə çarpaz vursaq, 9 vur hündürlüyün 18 vur 2, yəni 36-ya bərabər olduğunu alarıq. Buradan da hündürlük bərabər olar 4-ə. Bu da olacaq B variantı. Düsturda sadəcə yerinə qoymaqdan istifadə etdik. 6-cı sual deyir ki, AC 8 cm-dir, BD də 4 cm olarsa rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissə əslində yəni bizim normal üçbucağımızdır, körbucaqlı üçbucaq və hündürlük üçbucağın xaricində yerləşibdir. Yəni sahə bərabərdir 2-də 1 vuraq tərəf, həmin tərəfə çəkilən hündürlük də 4-dür. 8 vur 4, 32, 2-yə də bölsək 16 D variantı. 7-ci sualda deyir, bərabər yanlı düzbucaqlı üçbucağın kateti 14 olarsa sahəsini tapın. Bərabər yanlı düzbucaqlı üçbucaq katetləri bərabər olan düzbucaqlı üçbucaq deməkdir. Çünki hipotenuz katetlərə bərabər ola bilməz. Düşünə bilərsiniz ki, biz hardan bilirik katetləri bərabərdir? Bəlkə hipotenuzdan katet bir-birinə bərabər imiş. Xeyr, heç vaxt hipotenuz katetlərə bərabər ola bilməz. Həmişə düzbucaqlı üçbucaqda hipotenuz digər iki tərəfdən böyük olur. Yəni burada bərabər yanlılığı təşkil edəcək tərəflər katetlərdir. Katetlərdən biri 14-dürsə, bərabər yanlı sözünə görə biz digər kateti də 14 cm qəbul etməliyik. Sahə olacaq 2-də 1, vuraq 14, vuraq 14. Bu da 196 böl 2 edir. 196-nı da 2-yə böldükdə 98 etməlidir. 8-də sahəsi 52 olan düzbucaqlı üçbucağın hipotenuzu 13-dür. Hipotenuza çəkilmiş hündürlüyü tapın. Aha, düzbucaqlı üçbucaqda sadəcə katetləri vurub 2-yə bölməklə tapılmır. Eyni zamanda bayaq dedik ki, üçbucağın hər hansı bir tərəfinə çəkilə bilər hündürlük. Burada bu katet aşağı hissəyə çəkilmiş hündürlük qəbul edilir. Lakin mən hipotenuza da hündürlük çəkə bilərəm. Hansı ki, bu 90 dərəcəli bucaqdan başlayaraq hipotenuza hündürlük çəkdim hal-hazırda. Və bu vəziyyətdə də hipotenuzun uzunluğu ona çəkilən hündürlüyə vurulub 2-yə bölünəcək. Yəni sahəni tapmaq üçün 52 verilibdir. 52-ni tapmaq üçün mən 2-də 1-i vurmalıyam hipotenuza, vurmalıyam hündürlüyə. Hündürlüyü də verməyibdir, bilmirik. Bayaqki kimi 13 vuraq hündürlük bərabərdir 2-ni bura çarpaz vururuq. 52-ni 2-yə vuranda eləyəcək 104. Buradan hündürlüyü tapsaq, 104-ü bölməliyik 13-ə. Bu da etməlidir, səhv etmirəmsə 8 cm. C variantı. Yəni düzbucaqlı üçbucaqda sahəni tapmaq üçün katetlər vurub bölürük 2-yə ya da hipotenuzu vururuq ona çəkilən hündürlüyə bölürük 2-yə. Eyni qaydadır. Tərəf vur hündürlük, həmin tərəfə çəkilmiş hündürlük böl 2. 9-cu sualda deyir, üçbucağın uzunluğu 22 cm olan tərəfinə çəkilmiş hündürlüyü 9 cm-dir. Bu üçbucağın uzunluğu 6 cm olan hündürlüyün çəkildiyi tərəfin uzunluğunu tapın. Aha. Üçbucaqda fərqli tərəflər və fərqli hündürlüklərdən söhbət gedir. Deyir, uzunluğu 22 cm olan tərəfə, məsələn, buranı 22 qəbul edək. Həmin tərəfə çəkilmiş hündürlük 9 cm-dir. Burada bir hündürlük çəkirəm, bu da olsun 9 cm. Deyir, bu üçbucağın 6 cm-lik hündürlüyünün çəkildiyi tərəfin uzunluğunu tapın. Başqa bir hündürlük də qəbul edək ki, çəkilibdir. Həmin hündürlük 6 cm-dir, lakin həmin tərəfin uzunluğunu bilmirik. Sahəni tapmaq üçün mən burada fərqli hündürlük və fərqli tərəflərdən istifadə edə bilərəm. İstəsəm sahəni tapmaq üçün 2-də 1 vuraq 22 vuraq 9 düsturundan istifadə edərəm. Ya da istəsəm sahəni tapmaq üçün 2-də 1 vuraq 6 vuraq x düsturundan istifadə edirəm. Çünki bir limit yoxdur. İstənilən hündürlüyü və həmin hündürlüyün çəkildiyi tərəfdən istifadə etməlisiniz. Şərt budur. Fərqi yoxdur ki, bu və bundan istifadə etdiniz, yoxsa digər hündürlük və tərəfdən istifadə etdiniz. Aydın məsələdir ki, hansı hündürlük və tərəfdən istifadə etməyinizdən asılı olmayaraq sahə həmişə eyni ədəd alınmalıdır.
Hal-hazırda birinci düstura əsasən sahəni hesablasaq 11/9 eləyəcək 99. Deməli, mən ikinci yazdığım düsturda da cavabı 99 əldə etməliyəm. Burada 2-də 1 vur 6-da ixtisar aparsaq alınacaq 3 vur x bərabərdir 99. X-i də tapanda 99-u 3-ə böləcəksiniz, alınacaq 33. 10-cu sual deyir, üçbucağın uzunluğu 16 olan tərəfinə çəkilmiş hündürlük x-dir. Bunun üçün şəkil çəkməliyik. Şəkilləri, belə deyək, şəkilləri çəkərkən bərabər tərəflidirmi, bərabər yanlıdırmı, üçbucağın şəklinə çox da diqqət etməyin. Əsas odur ki, əlinizdə bir üçbucaq olsun və verilənləri üzərində qeyd edə biləsiniz. Məsələn, bura 16 olsun, aşağı hissə, həmin tərəfə çəkilmiş hündürlük x-dir deyir. Bura çəkdim bir hündürlük və bunu x adlandırdım. Başqa bir tərəfin uzunluğu 12 cm-dir. Həmin tərəfə də çəkilən hündürlük x üstəgəl 3-dür. Bu çox gözəl bir sualdır. Monitoring nümunəsi tipli bir sualdır. 12 olan tərəfə çəkilən hündürlük də x üstəgəl 3-dür. Bayaq da gördük ki, üçbucağın tərəfi vur, həmin tərəfə çəkilmiş hündürlük istənilən halda bərabər olmalıdır. Yəni, 16 vur x ilə 12 vuraq x üstəgəl 3-ün cavabları bir-birinə bərabər olmalıdır ki, sonra onları 2-yə böldüyümüz zaman biz yenə də bərabər cavablar alaq. Sahəni eyni ədəd almalıyıq. Çünki mən 12 vur x üstəgəl 3 böl 2 və 16 vur x böl 2-dən fərqli-fərqli cavablar ala bilmərəm. Bir üçbucağın sahəsi fərqli ədədlərə bərabər ola bilməz. Yəni, tərəf vur hündürlük hər bir halda eyni cavab almalıdır ki, onları 2-yə böləndə də cavablar eyni olsun və beləliklə sahəni eyni ədəd almış olaq istənilən halda. Bu tənliyi həlləsi 16x bərabərdir 12x, üzərinə gəlir 36, 12-ni vurduq, açdıq mötərizənin içərisinə. 12x-i bu tərəfə keçirsəm, olacaq 16x çıx 12x bərabərdir 36. Bunları çıxdığımız zaman 4x bərabərdir 36, x də bərabərdir 9. B variantı. Bizdən də elə x-i soruşurdur. Aha, B variantı. Burada ikinci testimizi görürük, amma demək olar ki, suallar eyni tipdədir, ona görə bunu keçirəm. Gələk paraleloqram və rombun sahəsinə. Paraleloqram və rombun sahəsi üçbucağın sahəsi ilə əlaqəlidir. Hansı ki, əgər istənilən bir üçbucağın belə deyək də, əks etməsini çəksək ya da onu bir paraleloqrama tamamlasaq, əslində bir paraleloqram və ya bir romb iki dənə eyni üçbucağın birləşməsindən yaranır. Ona görə də paraleloqram və rombun sahəsində üçbucağın sahəsi 2-yə vurulur. Beləliklə, qabaqdakı 2-də 1 ixtisar olunur və düsturumuz A vur H şəklinə gəlir. Yəni, tərəf vur hündürlük. Paraleloqramın sahəsini tapmaq üçün tərəfi həmin tərəfə çəkilmiş hündürlüyə vururuq. Burada həmin tərəfə çəkilmiş hündürlük olması çox vacib bir məqamdır. Məsələn, paraleloqramda iki cür hündürlük çəkilə bilər. Siz əsasən bu iki hündürlüyü görəcəksiniz. Aşağıya çəkilən hündürlük və sağ tərəfə çəkilən hündürlük. Bu yan tərəflər, yəni paraleloqramla ümumiyyətlə qarşı tərəflər bərabər olduğuna görə fərq yoxdur, hündürlük bura çəkildi, yoxsa bura çəkildi, eyni şeydir. Ya da ki, bu aşağı və yuxarı hissələri bərabər olduğuna görə yenə onun da fərqi yoxdur ki, aşağıya çəkildi hündürlük, yoxsa yuxarıya. Ona görə də paraleloqramın sadəcə iki tərəfinə çəkilən hündürlüklərin uzunluğunu bilməyiniz kifayətdir. Başqa əlavə bir hündürlük burada istifadə etməyəcəksiniz. Bayaq necə ki, üçbucağın sahəsini tapanda, məsələn, oturacaqdan istifadə edirsinizsə, həmin oturacağa çəkilən hündürlüyü vurmalıydınız. Yox, buradan istifadə edirsə, bura çəkilən hündürlüyə vurmalıydınız. Burada da paraleloqramda yəni, məsələn, aşağı tərəf A olsun, sağda B olsun. Bura çəkilən A olan tərəfə çəkilən H1 olsun, hündürlüyümüz, burada H2 olsun. A vuraq H1 mənə sahəni verir. Eyni zamanda B vuraq H2 də mənə sahəni verir. Dedik, tərəf vuraq həmin tərəfə çəkilən hündürlük. Paraleloqramda tərəflərin fərqli olması səbəbilə onun həmin tərəflərinə çəkilən hündürlüklərin də uzunluqları fərqlidir. Sahəni dedik, bununla ya da bununla tapa bilərik və yenə də sahə fərqli ədədlərə bərabər ola bilməyəcəyinə görə bu alınan ifadələrin cavabları da bir-birinə bərabər olmalıdır.
Lakin rombda bu belə deyil. Rombda sadəcə bir hündürlük və bir tərəfdən istifadə edəcəksiniz. Çünki rombun bütün tərəfləri və hündürlükləri də buna uyğun olaraq bərabərdir. Ona görə fərqi yoxdur. Rombda aşağı tərəf, məsələn, buradan istifadə etdiniz və bura çəkilən hündürlükdən istifadə etdiniz, yoxsa bu tərəf və bura çəkilən hündürlük. Çünki tərəflər eynidir və bura çəkilən hündürlüklər də eynidir. İndi isə gəlin birinci tapşırıqdan etibarən başlayaq, görək tapşırıqlarımızda nə deyir. Yenə də bizə belə bir damalı hissə verilibdir. Tərəfini tapa bilərik buradan. 1, 2, 3, 4, 5. Aşağı oturacağı 5 cm-dir. Bura hündürlük çəkmək üçün onun qarşısında duran təpədən istifadə edəcəm. Birbaşa belə düz bir 90 dərəcə mənə gətirən hündürlük çəkirəm. 1, 2, 3. Bu da 3 cm-dir. 5-i 3-ə vururuq 15. Bu qədər. Artıq burada 2-yə bölmək falan yoxdur. İkincidə deyir ki, tərəflərindən biri 18 cm və bu tərəfə çəkilmiş hündürlüyü 9 cm olan paralelogramın sahəsini tapın. Dedik, tərəf və həmin tərəfə çəkilmiş hündürlüyü vururuq. Bundan başqa heç nə etməyimizə ehtiyac yoxdur. Yəni, sahəni tapmaq üçün 18-i 9-a vuracaqsınız. 9 dəfə 8, 72, 7 yadda 16, 162 edəcək bu da. Üçüncü sual deyir, paralelogramın tərəfləri 14 və 7-dir. Bu paralelogramın böyük hündürlüyü 8-dir, kiçik hündürlüyünü tapın. Aha, burada qeyd edilməli bir məqam var. Paralelogramın kiçik tərəfinə çəkilən hündürlük böyük olur, böyük tərəfinə çəkilən hündürlük isə kiçik olur. Niyə? Məsələn, mən tutaq ki, qəbul edirəm, bu bizim paralelogramımızdır. Bunun oturacağı 10 cm-dir və bura çəkilən hündürlüyümüz 4 cm-dir. Kiçik tərəfi isə olsun 8 cm. İndi mən bura çəkilən hündürlüyü tapmalıyam. Bayaq dedim ki, bu vur bu bərabər olmalıdır. 8 vuraq bu hündürlüyün uzunluğu. 10 vur 4 40 edir. Gərək mən burada da 8-i 5-ə vurum ki, 40 eləsin də. Yəni sahəni istər buradan tapanda eyni cavab almalıyam. Bayaq da onu qeyd eləmişdim elə. Tərəf vur hündürlük hər iki halda bir-birinə bərabər olmalıdır. İndi burada bir məsələ var. Mən bilirəm ki, bunların hasilini 40 almalıyam. Belə deyək. 10-u 4-ə vuranda da 40 eləyir, 8-i 5-ə vuranda da 40 eləyir. 40-ı əldə etmək üçün vurduğumuz ədədlərdən, vuruqlardan birini azaldırıqsa hökmən digərini artırmalıyıq. Məsələn, 2 vuraq 10, 20-dir. Mən 2-ni artırıb 4 etsəm, cavabı 20 almaq üçün məcburən ikinci vuruğumu azaldacağım. 4 vur 5 yazacağım 20 əldə etmək üçün. Yəni, vuruqlardan birini artırıramsa, digəri azalmalıdır. Ya da tərsinə, birini azaldıramsa, digəri artmalıdır ki, həmin hasil yenə də eyni cavaba bərabər olsun. Tarazlıq pozulmasın. Burada da gördüyümüz kimi 10 azalıb 8 olursa, onda 4-ü də artırıb 5 etməliyəm ki, o tarazlıq pozulmasın və yenə də cavab 40 alınsın. İndi, üçüncü suala uyğun gəlin şəkli çəkək. Deyir, paralelogramın tərəfləri 14 və 7-dir. Bura 14 olsun, bura 7. Bu paralelogramın böyük hündürlüyü 8-dir. Böyük hündürlük həmişə kiçik olan tərəfə çəkilən hündürlükdür. Yəni 7 olan tərəfə çəkilən hündürlük 8-dir. Digər hündürlüyü tapmamızı istəyir. Bayaq dediyimiz kimi, bura x desək, 14 vuraq x bərabər olmalıdır 7 vur 8-ə. 7 vur 8 56 edir, 14 də 4-ə vursaq ancaq 56 edə bilər. A variantı. Dördüncü sual deyir, hündürlükləri 2 və 3, perimetri isə 20 olan paralelogramın sahəsini tapın. Gözəl sualdır. Belə deyək, bir paralelogram çəkək. Hündürlüklərinə, bu kiçik hündürlüyünə 2 deyək, digər hündürlüyü isə olsun 3. Paralelogramın əgər perimetri 20 cm-dirsə, hansı ki, burada göstərək, paralelogramı dedik, qarşı tərəfləri bərabərdir. Yəni, bura A-dırsa, bura A-dır. Bura B-dirsə, bu hissədə B-dir. Əgər 2 dənə A və 2 dənə B bir yerdə 20 cm edirsə, 1 dənə A və 1 dənə B edəcək 10 cm cəmi. Əgər A ilə B-nin cəmi 10 cm-dirsə, mən, yəni ki, paralelogramın iki fərqli tərəfinin uzunluqlarını toplayanda 10 cm edirsə, burada heç birini bilmirəm, axı deyə bilmərəm, biri 3-dür, biri 7-dir, axı bilmirəm heç birinin uzunluğunu. Birinə x deyəcəm, digəri 10-x olacaq. Çünki cəmi 10-dursa, məsələn, buranı 6 tapsam, məcbur bura 4 olacaq da, 10-dan çıxılacaq. Çünki cəmi 10 etməlidir. Burada da heç birini bilmədiyimizə görə birinə x deyirik, birinə də 10-x deyirik. Bayaqki kimi
2 vuraq x bərabər olmalıdır. 3 vuraq 10 çıx x-ə. Mötərizəni vurub açsaq 2x bərabərdir 30 çıx 3x. Çıx 3x-i keçirsə 2x-in yanına olacaq 2x üstə gələk 3x. Burada yazaq 2x üstə gəl 3x bərabərdir 30-a. 5x 30-dursa x bərabərdir 6-ya. Bizdən nə istədi? Sahəsini tapın. X-ə 6 tapdıq. Hündürlüyü də 2 bilirik. 6 vur 2 eləyəcək sahə 12. 5-ci sual. Deyir ki, paralelogramın tərəfləri 16 və 8 cm-dir. Bura olsun 16, bura olsun 8. Bu paralelogramın hündürlükləri 5 və 10 cm olarsa, sahəsini tapın. 5 və 10 cm. Əlbəttə ki, bu hissəni biz 5 qəbul edəcəyik. Böyük tərəfə çəkilən hündürlük daha kiçikdir. Kiçik tərəfə çəkilən hündürlük isə daha böyükdür. Biz burada sahəni hansı tərəfdən hesablamamızdan asılı olmayaraq 16 vur 5 də 80 eləyəcək, 10 vur 8 də 80 eləyəcək. Yəni sahə 80-dir. Burada məsələ hansı hündürlüyün hansı tərəfə aid olduğunu tapmaq idi. 6-cı sualda deyir, paralelogramın tərəfləri 15 və 9 cm-dir. Yenə paralelogramımızı çəkirik. Bura olsun 15, burada olsun 9. Bu paralelogramın hündürlüklərindən biri o birindən 4 cm böyükdür. Amma heç birinin uzunluğunu bilmirik. Sadəcə birinin digərindən 4 cm uzun olduğunu bilirik. Onda birinə x desək, digəri x üstə gəl 4 olacaq. Və diqqətli olun ki, x-i mən kiçik olanı yazıram. X üstə gəl 4, yəni 4 cm böyük olanı bu biri hündürlüyə qeyd elədim. Kiçik tərəfə çəkilən hündürlüyə qeyd elədim. Əgər mən götürüb bura x üstə gəl 4, bura x desəydim, düzgün olmazdı. Çünki aydın məsələdir ki, x üstə gəl 4-dən daha kiçikdir. Buna görə də x-i böyük olan tərəfə yazmalıyam. Kiçik hündürlüyü böyük olan tərəfə. Yenə bayaq dediyimiz düsturdan istifadə edirik. 15 vuraq x bərabərdir 9 vuraq x üstə gəl 4-ə. Mötərizəni alsaq 15x bərabərdir 9x üstə gəl 36. 9x-i keçirək 15x-in yanına. 15x çıx 9x olacaq. O da 6x verəcək. Bizə 36. X də bərabərdir 6 taparıq. Bizdən nə istəyir? Sahəni tapın. Yaxşı, x 6-dırsa tərəfimiz də bəllidir. 15-i 6-ya vurarıq, sahəsini 90 taparıq. 7-ci sual. Tərəfi 17 və hündürlüyü 10 olan rombun sahəsini tapın. Artıq burada fərqli tərəf, fərqli hündürlük deyə bir anlayış olmadığına görə elə 17-ni vuruq. Ona cavab 170. Perimetri 56 cm olan rombun hündürlüyü 6 olarsa sahəsini tapın. Perimetri 56 cm isə yenə qeyd edirəm. Rombun bütün tərəfləri bərabərdir. Əgər perimetri 56-dırsa, həmin 56-nı 4 tərəf olduğuna görə 4-ə bölsək, alarıq 14. Deməli, bunun bir tərəfi 14 cm imiş. Hündürlüyü də 6-dır. Tərəfi bilirik, hündürlüyünü bilirik. 14-ü vururuq 6-ya. Bu da edəcək 84, səhv etmirəmsə. 9-da isə deyir ki, perimetri 64 olan rombun sahəsi verilib, hündürlüyünü tap deyir bu dəfə. Əgər perimetri 64-dürsə, 64-ü 4-ə bölsək, bir tərəfin 16 cm olduğunu əldə edərik. Hər bir tərəf 16-dır. İndi bunun hündürlüyü neçə olub ki, həmin hündürlük ilə tərəf, yəni 16 vurulub və sahəni 64 əldə ediblər. Hündürlük burada ancaq 4 ola bilər ki, 4-ü 16-ya vuraq və 64 alaq sahəni. 10-cu sualda deyir, eni 5, uzunluğu 12 olan düzbucaqlı formalı döşəməyə tərəfi 20 cm və bu tərəfə çəkilmiş hündürlüyü 5 cm olan parketdə ən azı neçəsini istifadə etmək olar? Ən azı. Yaxşı. Belə neyək? Eni 5, uzunluğu 12 metr olan düzbucaqlı formalı döşəmədirsə, deməli həmin düzbucaqlı formalı döşəmənin sahəsi 5 vur 12, yəni 60-dır. Ora tərəfi 20 və bu tərəfə çəkilmiş hündürlüyü 5 olan parket. Bu böyük ehtimal ki, rombdur ya da ki, paralelogramdır həmin parketlər. Həmin parketlərin birinin sahəsini tapsaq və bu arada qeyd edim ki, bu metrlədir, bunlar isə santimetrlədir. Yəni bu düzbucaqlığın sahəsi 60 metr kvadratıdır. Parketlərin də birinin sahəsi 20 vur 5, 100 santimetr kvadratıdır.
İndi 60 metr kvadratının içərisində neçə dənə 100 sm kvadratı yerləşər, bunu tapmalıyıq. Əgər metr kvadratını santimetr kvadratına çevirmək istəsək, vurmalıyıq 10.000-ə. 60-ı 10.000-ə vursaq, arxasına 4 dənə 0 əlavə olunacaq, 600.000 edəcək. Yəni 600.000 sm kvadratlıq bir əraziyə, bir döşəməyə 100 sm kvadratlıq neçə dənə parket yerləşər? Bunu axtarırıq. Bunun üçün də 600.000-i bölməliyik 200-ə. Bunu buna bölərik. 2 0 silinər 600.000-dən qalar 6.000. Yəni 6.000 dənə parket istifadə etməliyik minimum. Test B eyni bu dediklərimizin ədədləri, rəqəmləri dəyişmiş versiyasıdır. Növbəti mövzumuz çevrənin uzunluğudur. Çevrənin uzunluğu və dairənin sahəsi. Düsturları buradan qeyd edirəm. Çevrənin uzunluğu S hərfi ilə işarə olunur. 2πr düsturu ilə hesablanır. Dairənin sahəsi isə πr kvadratı düsturu ilə hesablanır. Pi sabit ədəddir. Pinin qiyməti bəzi hallarda, bəzi misallarda 3, bəzilərində isə 3,14 qəbul edilir. O misalda və ya məsələdə sizə veriləcək. Əgər tapşırığın sonunda, məsələn, belə mötərizənin içərisində pi bərabərdir 3 verirsə, yəni bu deməkdir ki, pini 3 qəbul et. Yox, verməyibsə, elə pini pi kimi saxlayın, heç hesablamaya da daxil etməyin, sadəcə orada pi kimi qalsın. İndi, gəlin tapşırıqlara baxaq. Əvvəlcə deyək, radius nədir? Radius çevrənin, gördüyünüz kimi, mərkəzindən çevrənin kənarına qədər olan məsafəni göstərir. 2 dənə radius birləşdiyi zaman bizə diametri verir. Buna görə də düsturu bəzən pi d kimi də deyirlər. Çünki 2 dənə radiusu birləşdirib bir dənə diametrlə əvəz edə bilərsiniz. İndi deyir ki, çevrənin uzunluğunu tapın. Dedik ki, 2πr, yəni 2 vuraq pi. Pini verməyib deyə pi kimi saxladım. Radiusumuz da 2-dir. Onu da yerinə 2 yazıram. Bu da edir 4pi. Uzunluğu olduğu C variantı. İkinci sual. Burada da görürük ki, diametr verilib. Diametr mərkəzdən keçən düz xəttdir. 2 dənə radiusun birləşməsindən yaranıb. Diametri sadəcə piyə vuraraq çevrənin uzunluğunu tapa bilərsiniz. Yəni 11-i piyə vurursunuz, 11 pi A variantı. 3. Radiusu 16 sm olan çevrənin uzunluğu. Dedik ki, uzunluq bərabərdir 2 vuraq, pi vuraq radius. Radius da 16-dır. Bu da 2 ilə 16 vurub 32 verəcək, 32 pi. Yenə də deyirəm, pi hesablanmadığına görə hal-hazırda, yəni pinin qiymətini vermədiyinə görə. Elə pinin yanına yazırıq, başqa da heç nə. 4-cü sual deyir, uzunluğu 24 pi olan çevrənin radiusunu tapın. Bayaq dedik ki, pini diametrə vururuq. Baxın, pini diametrə vuraraq uzunluq tapılır. Onu da burada mən baxıram ki, pini 24-ə vurublar. Deməli, diametr 24 imiş. Diametr 24-dürsə, radius həmişə diametrin yarısıdır. 12 sm olubdur. 5-ci sual. Diametri 14 olan çevrənin uzunluğunu tapın. Yenə deyirəm, diametri piyə vuraraq tapılır çevrənin uzunluğu. C variantı. 6. Uzunluğu 50 pi olan çevrənin diametrini tapın. 50 olacaq. Çünki S bərabərdir pi D. Pini diametrə vururlar. Burada da görürəm, pini 50-yə vurublar. Deməli, diametr 50 sm imiş. 7-ci sual deyir, uzunluğu 4 pi olan çevrənin diametrini tapın. Yenə də burada pinin qabağındakı ədəd diametri göstərir. 8. 2 diametrin cəmi 36 olan çevrənin uzunluğunu tapın. Əgər 2 dənə diametrin cəmi 36-dırsa, bir dənə diametri 36 böl 2, 18 sm olub deməli. Bu halda çevrənin uzunluğu 18 pi olacaq. Diametrini piyə vururuq. 9-da deyir, diametr ilə radiusunun cəmi 54 olan çevrənin uzunluğunu tapın. Diametr 2 dənə radius deməkdir. Yəni 2 dənə radiusla bir dənə radiusu toplayıblar, 54 alınıbdır. 3 dənə radius əgər bizə 54 sm verirsə, 54-ü 3-ə bölərik, radius 18 sm alınır. Radius 18-dirsə, uzunluğu hesablamaq üçün 2-ni vururuq. Piyə vururuq radiusa. 2 vur 18, 36, yanına da pini yazırıq. 10-cu sualda deyir ki, şəklə əsasən AOB mərkəzli çevrədə AOB 60 dərəcə olarsa, hansı ki, baxın, bu bucaqdan söhbət gedir. ABO üçbucağının perimetri 24 sm olarsa, çevrənin uzunluğunu tapın. Belə bir şey deyək. Həmin üçbucaqda bu kənar, yəni yan tərəfləri bir növ radiusdur.
Bərabər yanlı üçbucaqda da, bunu kənarda da çəkib göstərək. Bərabər yanlı üçbucaqda bunlar əgər bərabərdirsə, bu oturacağı bitişik olan bucaqlar da bərabərdir. Və üçbucağın daxili bucaqlarının cəminin 180 olmasından istifadə edərək, əgər bu o bucağı 60 dərəcədirsə, burada kənarda yazıram, bu 60 dərəcədirsə, gərək digər ikisinin cəmi 120 dərəcə olsun ki, bir yerdə 180 dərəcə etsin. Və bunların bərabər olmalı olduğunu bərabər yanlı üçbucaqdan təyin etdik. Onda 120 də 2 yerə bölərəm, deməli bunlar da 60-60-dır. Yəni həmin bucaqlar da 60-dır. Beləliklə içəridəki üçbucağın bütün bucaqları 60 dərəcə olmuş oldu. Və bütün bucaqları 60 dərəcə olan üçbucaq bərabər tərəfli üçbucaq sayılır. Həmin üçbucağın perimetri 24-dürsə, deməli onun bir tərəfi 8 sm imiş. 3 dənə radiusdan ibarətdir. Görün. Belə deyək, bunu kənarda çəkək. Həmin üçbucağın bütün tərəfləri və bütün bucaqları bərabərdir. Əgər bunlar radius uzunluğuna sahibdirsə, bu hissə də radiusdan eyni uzunluqdadır. 3 dənə radiusu topladıqda 24 əldə edilirsə, radiusun biri 8 sm-dir. Uzunluğu da tapdığımız zaman 2-ni vururuq pi-yə, vururuq radiusa, yəni 8-ə. 2 vur 8 edəcək 16, cavab 16 pi. Test B-də eyni tipli tapşırıqlardır. Baxıram ki, test C-də də böyük ehtimal elədir. Test C-də dairənin sahəsindən söhbət gedir. Sahə düsturunda belə dedik. S bərabərdir pi r kvadrat. Pi-ni, yəni radiusun kvadratına vururuq. Radius verilibdir birinci şəkildə. Deyir ki, 6 sm-dir. Onda pi-ni vurmalıyam 6-nın kvadratına. Bu da eləyəcək 36. 36 pi. Cavab A variantı. İkinci tapşırıqda artıq burada diametrdən deyil də məhz radiusdan istifadə ediləcəyinə görə diametr veriləndə də məcburən radiusu hesablamalısınız. Diametr 18-dirsə, radius 9-dur, yarısına bərabərdir. Sahə də bərabərdir, pi vuraq radiusun kvadratı. Radiusun kvadratı da 81 edəcəyinə görə 81 pi. Sonra üçüncüdə deyir, radiusu 7 olan dairənin sahəsi 7-nin kvadratını pi-yə vururuq, yəni 49 pi. 4-də diametri 30-dursa, radiusu 15-dir. Radiusun kvadratı 225 eləyəcək, 225 pi, cavab D variantı. 5-cidə. Dedik, radiusun kvadratı pi-yə vurulur. Yəni 289 bizim üçün radiusun kvadratını ifadə edir. Radiusun kvadratı əgər 289-dursa, onda baxmalıyıq ki, radius özü neçə olubdur? Buradan hesablayarıq ki, 289 17-nin kvadratıdır. Sonra 169 pi-li verilib sahəsi. Onda deməli radiusun kvadratı 169 veribdir bizə. Kvadratı 169 edən ədəd də 13-dür. 7-ci sual. Şəklə əsasən yarım dairənin sahəsini tapın. Yarım dairənin sahəsini tapanda bütöv dairənin sahəsini tapırıq, sonra onu 2-yə bölürük. Diametr 22 verilib, deməli bunun radiusu 11-dir. Yəni sahə 11-in kvadratını pi-yə vuracağıq, o da 121 pi eləyəcək. Lakin bu bütöv dairənin sahəsidir. Bizdən isə yarım dairənin sahəsini istədiyinə görə 121 pi-ni 2-yə bölsək, 121-in özünü 2-yə bölməyiniz kifayət edəcək 60,5 pi. Perimetr 32 sm olan kvadratın daxilinə çəkilmiş dairənin sahəsini tapın. Gəlin bir dənə kvadrat çəkək və onun daxilinə dairə çəkək. Şəkil biraz tam yaxşı olmadı. Bu dairə kvadratı tam əhatə etməlidir də, kənarlarına toxunmalıdır. Əgər kvadratın perimetri 32-dirsə, məlumdur ki, kvadratın da bütün tərəfləri bərabərdir. 4 tərəfinin 4-də bərabərdir. 32-ni 4-də bölsək, deməli bunun bir tərəfi 8 sm-dir. Buradan nəticə çıxara bilərik ki, deməli bu diametr, yəni dairənin diametri də 8 sm-dir. Hansı ki, buranın uzunluğu ya da buranın uzunluğu heç bir fərqi yoxdur. Diametr 8 sm-dirsə, radius 4 sm-dir. Sahəni də tapanda pi-ni vururuq radiusun kvadratına. 4-ün kvadratı 16 edəcək, yəni 16 pi cavabımız C variantı. 9-da sahəsi 49 pi sm kvadrat olan dairənin xaricinə kvadrat çəkilmişdir. Kvadratın perimetrini tapın. Burada da tərsinə proses gelir. Dairəmizi və onun xaricindəki kvadratımızı çəkək. Əgər sahəsi 49 pi-dirsə, deməli radiusun kvadratı 49-a bərabər olubdur.
Buradan radiusun 7 olduğunu əldə edərik. Radius 7-dirsə, bayaq dedik ki, bu hissə diametri göstərir. Yəni diametrdə olacaq 14. Ora 14-dürsə, həmin kvadratın tərəfi də 14-dür. Perimetrini tapanda da 14-ü 4 tərəfinin 4-ü də eyni olduğuna görə bu da 14, bu da 14, bu da 14. 4 dənə 14-ümüz var. Perimetrini tapsaq 14 vur 4 56 edəcək. 10-cu sual. Böyük radiusu 5 cm, kiçik radiusu 3 cm olan dairə halqasının sahəsini tapın. Belə deyək. Burada iki dairə bir-birinin içində yerləşir və kənarda qalan halqanın sahəsini istəyir. Burada fərqi yoxdur. Dairələrin mərkəzləri tam üst-üstə düşür. Böyük ehtimal üst-üstə düşür. Sadəcə qeyd edilməyibdir. Kiçik dairənin radiusu 3-dür, böyüyün radiusu isə 5-dir. Belə olduğu halda böyüyün sahəsi tapılır və kiçiyin sahəsi tapılır. Bunlar bir-birindən çıxılır. Böyük dairənin sahəsi bərabərdir. Radiusu 5 olduğu üçün 25 pi edəcək. Kiçik dairənin sahəsi isə 3-ün kvadratı 9, 9 pi edəcək. Kənarda qalan hissənin sahəsini istəyiriksə 25 pidən 9 pini çıxmalıyıq. Bu da bizə verəcək 16 pi. Testdə eyni həmin sahə ilə əlaqəli tapşırıqların eyni tipliləridir. Test Y-dən davam edirik. Deyilir ki, kvadratın daxilinə çevrə çəkilmişdir. Şəkidə verilənə əsasən rənglənmiş hissənin sahəsini tapın. Bunlarda bayaqki kimi, belə deyək, burada 10-cu sualdakı kimi kənarda qalan hissənin sahəsini tapanda o fiqurların sahələrini tapıb çıxırıq. Burada bir dənə kvadrat və dairədən görürük ki, ibarətdir və həmin dairə sanki kvadratın içərisindən kəsilib çıxarılıbdır. Biz buna görə də bunun sahəsini kvadratın sahəsindən çıxmalıyıq. Kvadratın sahəsini hesablasaq, 6-dırsa tərəfi, sahə eləyəcək 36 və belə olduğu halda bu diametrində 6 olduğu deməkdir. Yəni radiusumuz 3 olacaq. Dairənin sahəsi də 3-ün kvadratı 9 pi. 36 çıx 9 pi kimi belə bir ifadə yazacağıq. Çünki pinin hesablanması üçün bizə heç bir ipucu verməyibdir. Cavabı belə saxlaya bilərsiniz. İkincidə də eyni sualdır. Üçüncüdə bayaqki kimidir. Burada görürük ki, böyük dairənin diametri, yəni bütöv bu hissə diametri 18 cm-dir. Deməli, onun radiusu 9-dur. Radius 9-dursa, böyük dairənin sahəsi olacaq 9-un kvadratı 81 pi. Kiçiyin sahəsi də olacaq 5-in kvadratı 25 vuraq pi. 81 pidən 25 pi çıxsaq, alarıq 56 pi. Bu da olacaq kənarda qalan hissənin sahəsi.